Hamıya salam. Bugün Real Emlak şirkətinə qonaq gəlmişik. Real Emlak bizim ən aktiv partnyorlarımızdan biridir. Görək komandamız bizi necə qarşılayacaq. Biz bugün gəldik sizin şirkətinizlə daha ətraflı tanış olmağa. Xoş gəlmisiniz siz bizim şirkətimizə. Mən istərdim sizə öz şirkətimizi daha yaxından göstərim, tanış edim şirkətimizi. Çox sağ olun, bu da sizin üçündür. Əli bəy, zəhmət olmasa şirkətiniz haqqında biraz daha ətraflı məlumat verərsiniz. Bir daha salam, çox sağ olun ki, gəlmisiniz, bizim dəvətimizi qəbul eləmisiniz. Mən şirkətimiz haqqında məlumat vermək istəyərdim. Deməli, bizim şirkətimiz Real Emlak şirkəti artıq 2010-cu ildən daşınmaz əmlak sferasında fəaliyyət göstərir. Bizim Bakı şəhərində 19 filialımız var. Hal-hazırda 300-dən artıq realtor əməkdaşımız var. Biz Real Emlak şirkəti olaraq Azərbaycanda bir çox partnyorlarla əməkdaşlıq edirik. Əsasən bu partnyorluqlardan ən çox mütəmadi olaraq onlarla daimi satış elədiyimiz şirkətlərdən biri də Trev şirkətidir. Bizim şirkətin bir neçə ofisin, filialları artıq istiqamətləndirilmişik Sibris ərazisində daşınmaz əmlakların satışı ilə bağlı, yəni satışdan həyata keçirilsin. Hansıdakı gözəl nailiyyətlər əldə edirsiniz. Bəli, təşəkkür edirəm. Trev şirkətinin 6-7 dənə layihəsi var. Onların satışında mütəmadi olaraq yeniliklər olur, kampanyalar keçirilir. Yəni bunlardan da Azərbaycan vətəndaşları da yaxından iştirak edir və onlardan yararlanırlar. Sizin Sibris ərazisində ən çox bəyəndiyiniz bizim layihələrimizdən hansıdır? Zəhmət olsa biraz da onlardan məlumat verin. Mən deyərdim ki, orada tək bir layihə deyil. Çünki Aypara üzərində, artıq Aypara üzərində yerləşən Avropada olan ən böyük kazino olduğuna görə, orada Dream Fest olduğuna görə o ətrafda olan layihələrin demək olar ki, hamısı bəyənilən layihələrdir. Məsəl üçün, Trevanın orada Ayparaya yaxın olan layihələrdən biri Arabian Ranches, Panorama by El Saab, Reportaj və son yeni layihəniz Sabah Towers, hansı ki, təmirsiz mənzillər artıq təklif edir alıcılara. Onlar hamısı orada cəmləşir. Ona görə də Azərbaycana o axın Avropadan, deyək ki, turistlərin gəlməsi, dünyadan turistlərin gəlməsi artıq bu kazinonun açılışından sonra daha da aktivləşəcək. Yeni layihəmiz olan Sabah Towers'dan bildirdiniz. İstəyərdim biraz sizin də daha ətraflı həmin layihədən fikirlərinizi öyrənim. Sabah Towers'da ilin 365 günün yaşanılması üçün olan bir layihədir və müştərilərimiz müraciət etdikdə biz onlara onu təklif edirik. Yəni ilin 365 günün yaşanılması üçün, ifadə verməyə, alıb kirayə, icarə vermək üçün yox, sırf yaşanılması üçün böyük bir sahədə insanlar üçün, yəni rezidentlər üçün sahələr ayrılıb. Orada paddle kortdur, tenis kortdur, açıq hovuzdur, qapalı hovuzdur. Və bu da çox böyük xarici investorlara, xarici bizim müştərilərimizə maraq doğurur. Əli bəy, çox sağ olun ətraflı məlumat üçün. İndi mən istəyərdim biraz daha ətraflı komandanızla və əməkdaşlarınız necə müştərilərlə çalışırlar, onların da daha ətraflı məlumatını əldə edeyim. Sibris komandamız buradadır. Əlavə olaraq, əgər istəsəz, Evrim bəy bizim əməkdaşdır, sizə qısa məlumat verə bilər. Biz Real Emlak daşınmaz şirkəti olaraq biz müştərilərimizlə günlərin mütəmadi əlaqə saxlayırıq. Onların istədiyi ərazidə, istədiyi kvadratda, istədiyi qiymətdə büdcələrinə uyğun olaraq mənzillər təklif edirik. Əgər müştərimiz üçün bu mənzil uyğun olarsa, biz o mənzilə dərhal baxış keçiririk, onun satışında da köməklik edirik. Yəni başdan sona qədər biz müştərimizin yanında oluruq. Nə problemi varsa çalışdığımız qədər biz köməklik göstəririk və sonda da uğurlu bir satış əldə edirik. Zəhmət olmasa biraz özünüz haqqında və şirkətinizin prinsipləri haqqında məlumat bildirərsiniz. Mən Nigar, Real Emlak şirkətinin baş ofisdə administrator vəzifəsində çalışıram. Bura call center mərkəzimizdir bizim. Bizim şirkətin əsas prinsiplərdən əsasları bunlardır ki, müştəri məmnuniyyəti bizim üçün çox önəmlidir. Yəni hər bir müştərinin bizdən məmnun qalması bizim üçün vacibdir. İkinci, hər bir müştərimizin məxfilliyi, gizliliyi bizim üçün çox önəmlidir. Yəni bizim müştərilərimiz bizim daimi müştərilərimizə çevrilir. Onların hər bir əmlakına biz peşəkar səviyyədə yanaşırıq. Bir də zəhmət olmasa mənə bildirərsiniz ki, niyə müştərilər Real Emlak şirkətini seçməlidir? Real Emlak şirkətində bizdə 300-dən çox əməkdaşımız, agentlərimiz fəaliyyət göstərir. Hər biri müştərilərin məmnun qalması, razı qalması üçün, yəni əllərindən gələn hər şeyi edirlər. Onların məmnun qalması onlar üçün çox vacibdir, hər bir agentimiz üçün. Əli bəy, sizə və Real Emlak komandasına dərin təşəkkürlərimi bildirirəm. Bugünkü gözəl, səmimi qonaqpərvərliyiniz üçün. Əminəm ki, bizim sizinlə olan işbirliyimiz daha daimi və daha uğurlu olar. Mən də sizə təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul etdiniz, gəldiniz. Mən də arzu edirəm ki, bizim işimiz, bizim münasibətlərimiz, iş münasibətlərimiz daimi olsun. Hər zaman sizi ofisimizdə gözləyirik.
Çox sağ olun, hər zaman gələcəyik.